Nə paketləmədə, nə son pillədə məhsul çıxan zaman. Bəs onu birinci təhlükəsizliyə görə ki, insana təhlükə gəlməsin. İkinci də qida təhlükəsizliyə görə. Burada biz füstinin və yaxud da kappinin istehsalı ilə maraqlandıq. Kappin tərkibində olan meyvə dilimləri necə gəlir, orada hazırlanan şirələr necə hazırlanır ki, insan orqanizminə zərər olmasın. Füstinin tərkibinin belə orijinal çay olmasını hiss etmək üçün doğrudanmı o çaydır? Həqiqətən də çay Şri Lankadan alınır və o hazırlanır. Oradan gəlir Ceylondan. Ceylon, Şri Lanka aynı şeydir. Ceylondan gəlir, orada da qarışıq, yenə də Coca-Cola onu alır, hazırlayır hər şeyi, paketləyir və bizə göndərilir hazırlamaq üçün. Ekologik təmiz zonalarda fermerlərdən portağalı, şaftalı, albalı, o meyvələrdən hazırlayan şirələri onlar şirə şəklində salırlar və Coca-Cola sonra öz zavodlarına paylayır. Kola şüşədə, dəmir bankada və plastik qabdadır. Onların dad fərqi varmı? Ümumiyyətlə, həmişə deyirdik ki, bunların deyəsən dadında fərq var. O sualı cavab almışıq. Fərqi olmamasına görə plastiklərdə son istifadə tarixi azaltmışıq. Yarım litrə butulkalarda 4 aya, 1 litrə butulkalarda 6 aya, 5 aya, 2 litrələrdə 6 aya ki, dad dəyişməsin. Normal şəkildə şüşədə bir bankada Coca-Cola'nın elə bir istifadəsi 1 ildir. Görürsünüz ki, onu da qabağına alaraq biz çalışırıq ki, dadı eyni şəkildə qalsın. Eyni şəkildə də elə bir soğuduculara paylayaraq biz onu çalışırıq ki, dad dəyişməsin. Xaricdə olan kolanın Azərbaycanda olan kola ilə fərqi nədir? Yəni xaricdə Almaniyada istehsal olunan kola hansı ki, dükanlara satılır? Bəziləri soruşurlar ki, Coca-Cola mən bu ölkədə içdim ya ayrı ölkədə içdim, fərq dad hiss elədim. Siz 2-3 dərəcədə heç bir fərq, heç bir ölkədə hiss eləmək mümkün deyil. Coca-Cola verilən standartlara uyğun biz suyu da hazırlayırıq. İsmayılıda da ayrı su var, burada şorlar sudur, orada yeraltı sudur. Biz çalışırıq ki, eyni standartda, eyni mineralizasiya olsun. Az miqdarda fərqli minerallar ola bilir. Dünya bazarında 204 ölkədə Azərbaycan Coca-Colası ən yüksək yerlərdə gedir. Coca-Cola mənim ən sevimli içkimdir. Bunu mənim əzizlərim, doğmalarım, tanışlarım illərdir çox gözəl bilirlər. Və mən həm də sevinirəm ki, bugün Coca-Cola məhsulunun istehsalının yüksək keyfiyyətdə və təhlükəsiz istehsalının şahidi oldum. Siz də Coca-Cola'nı seçin və təhlükəsiz və yüksək keyfiyyətli məhsuldan istifadə edin.